Salam, xoş gördük hər birinizi. Birinci sual. Birinci sualda təhlükəsizlik şirkətinin kodu var. Bu kodları Ayşə və Bora cəhd etməyə çalışır. Qırmızı kartlardan Ayşə, mavi kartlardan Bora istifadə edir. İndi Ayşənin cəhd etdiyi, yəni qırmızı kartlarda hansı rəqəmlər görürük? 1, 4, 8. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd var. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəd var. Amma bir şərtlə ki, rəqəmləri müxtəlif olan ən böyük ədəddə tək olmalıdır. Rəqəmləri müxtəlif olan ən kiçik ədəddə cüt olmalıdır. Ayşə qırmızı kartlardan istifadə etdi. Ən böyük rəqəmləri müxtəlif olan tək ədəd 841 düzəltdi. İndi Bora. Bora da rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədəd düzəltməlidir. İndi görürük ki, burada hansı kodlar var? Rəqəmlər 2, 5, 7. 2 cüt ədəddə bir dənə burada. Qalanları tək ədədlərdir. Yəni 5 və 7 tək ədəddir. Ona görə təklik mərtəbəsinə 2 dayanacaq. Əslində cüt ədəd deməsəydi bizim ən kiçik kodumuz neçə olardı? 257 olardı. Bu şərti nəzərə alaraq deməli ən kiçik ədəd 572 olacaq. Bunun üçün də cəmlərin soruşduğu üçün 572 üstə gəl 841, bu da eləyir 1413. Keçirik birinci suala. İkinci sual. İkinci sualda 2025-ci illərdə ümumilikdə belə deyək də ulduzların sayı verilib. Bizdən də deyir ki, neçə dənə sıfır var bu ədəddə? Oxuyaq. 250 milyon 90 min ulduz. Bunu da yazmışıq bura. Gözünüzün qabağındadır. Sıfırlarında sayısız görəsiniz ki, 3 üstə gəlsin 2, 5 dənə eləyir. Sonra, üçüncü sualda yarış var. Burada manelər var. Ümumilikdə 18 dənə mane var. Bunun 11'in keçibsə, 7'sin keçmir də. 18'dən çıxırsa 11'in, 7'sin maneni belə deyək də uduzub. Əgər maneni keçə bilmirsə 3 xal silinməlidir. Yox, əgər maneni keçirsə 5 xal verilməlidir. 11'in keçdiyinə görə 11'i vurur 5'ə 55 eləyir. 3 dənəsini itirdiyinə görə, yəni 3 xal itirdiyinə görə, bir maneden 3 dənə xal itirdiyinə görə 7'ni də vurursunuz 3'ə 21. 55'dən də 21 çıxırsınız eləyir 34 dənə. Sonra 4-cü sual. 4-cü sual usbucaqla bağlıdır. Verilib usbucaq YCD-də D bucağı 40 dərəcə, Y bucağı 90 dərəcə, yəni bu düz bucaqlı usbucaqdır. İndi usbucaq YCD-də C bucağını tapaq. Bilirik ki, usbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. 90 ilə 40'ı toplamışıq eləyir 130. 180-dan da 130 çıxanda 50 dərəcə. Onda C bucağı nə qədər qalır? 50 dərəcə. Bərabər tərəfli üçbucaqda, yəni ABC bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın adından nə məlum olduğu kimi tərəfləri bərabərdir və bucaqları da hər biri 60 dərəcədir. 60 dərəcə olduğuna görə indi bizdən x-i soruşur. X də burada belə deyək də 60 üstə gəl, x üstə gəlsin 50. Bunların cəmi açıq bucağa verilməlidir. Açıq bucaqlarında cəmi 180 dərəcə olduğundan 60 üstə 50 gələndə 110, 180-dan da 110 çıxanda 70 dərəcə qalır. Sonra 5-ci sualda səhvdir. Baxın, burada üçbucaq məsələn deyir ki, birincində üçbucaq. Üçbucaq çəkəndə o biri 7 bucaqlı ola bilər? Yox, 8 bucaqlı olmalıdır. Şəkillərdə birinci baxın, mavidən çəkdiyim üçbucaqdır. Sonra 4 bucaqlı çəkəndə burada bərabər yanlı trapesiya düzəlir. Bax, görə bilərsiniz burada. Gəlin göstərim sizə. Bax, görürsünüzmü? Bu sizin bərabər yanlı trapesiyanızdır. Və 5 bucaqlı da bu sizin 5 bucaqlınızdır. Bax, 1, 2, neçə dənə, 3 dənə, 4 dənə, 5 dənə bucağı var. Bunun üçün bax, 4 bucaqlını göstərim sizə. Baxın, 4 bucaqlı buradan başlayır. 1, 2, 3, 4 dənə. Amma 5 bucaqlı isə buradan başlayır. Çəkmişəm. Yəqin ki, aydın oldu. Bunun üçün cavab burada nə olacaqdı? Üçbucaq ayıranda həqiqətən neçə dənə bucaq olur, onu göstərim sizə. Üçbucaq düzdür. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə
nə olurdu? Bucağı ala bilərdi. Deməli burada səhvlik var. Sonra 6-cı sual çətin sual deyil. Burada nəyə görə 1 üstə gəlsin, 3 üstə gəlsin, 5 üstə gəlsin, 7 yazmışam, 16. Bunların cəmi də verməlidir ki, bu rəqəmi. Bunun üçün də bir dənəsi bunların ümumi cəminə A desəz, 16 vurursun A, buradan da A-nı tapırsınız. Bu da olur hansı variant? D variantı. Keçirik 7-ci suala. 7-ci sualda nə deyir? Deyir Zeynəbin hazırda akvaryumda 18 qırmızı balığı, 6 mavi balığı var. Hər 3 həftədən bir anası ona bir qırmızı balıq, 4 də mavi balıq alacaq. Bunları da bərabərləşdirirsiniz. 18-i vurursunuz. Qırmızı balıq hər belə deyək də 3 həftədən bir verdiyinə görə buradan x-i tapmışıq. 18 üstə 1 vurulsun x bərabərdir. 6 üstə gəlsin 4 vurulsun x. Bunları bərabərləşdirirsiniz. X olur 4. Hər 3 həftədən olduğuna görə 3-ü də vurursunuz 4-ü 12 eləyir. Sonra 8-ci sualda heç bir çətin sual deyil. Burada nə verilmişdi? Tərəfləri üzərinə gedirik. Məsələn 16-nı necə tapmışıq? Baxın, A-dan Y-yə qədər 7-dir, Y-dən də D-yə qədər 2-dir. Ümumi nə qədər? 9 olmalıdır. B ilə L 5-dirsə, deməli L ilə C-yə 4 qalır. Bunun da sahəsi 16 olacaq. İndi buranı tapmışıq 4 isə, bura 9 isə bunların cəmi 13 eləyəcək. Aşağıda 13 verməlidir. Deməli, bura 5 yazıbsa, bura nə qədər qalacaq? 8 qalacaq. Bizdən də mavinin sahəsini yox, nə deyir? Ağın sahəsini soruşduğu üçün 8 bura oldu. Bura yuxarıda yazırsınız. 7-də 1 oldu. Burada 7 olacaq. 7 8-in 56 isə də 16 gələndə bunların da cəmi eləyirsiniz də 72-ni. Sonra 9-cu sualda heç bir çətinlik yoxdur. Burada necə bilmişəm? Baxın. 3-ü hansı rəqəmə vuranda axırı 2 eləyir? 4-ə vuranda. Sonra indi B-ni 4-də, ayımız 4-dür. İndi B-ni hansı rəqəmə vurum ki, axırı 2 eləsin? Bunun üçün ya 3-ə vura bilərəm, ya da 8-ə vura bilərəm. 4-ü 8-ə vuranda 32 eləyir. Amma burada 39 var deyə, deməli 4 9-un 36, 4 7 28, 28 isə 3 gələndə bu 9-u edəmir. Amma 8 olanda 4 8 32 3 kağıtda 7 8 56 56 3 gələndə 59 eləyir. Buradan tapırsınız. Ondan sonra vurmuşam. Bunların da rəqəmlər cəmini soruşduğu üçün daha doğrusu A-nın üstə gəl, B-nin üstə gəlsin, C-nin üstə gəlsin, Y-nin üstə gəlsin, D-nin. Bunların da cəmi nə eləyir? Bizdən 25-i verir. Sonra 13-cü sual nədir? Bir səbatda nə qədər meyvə var onu tapırsınız. 20 dənə səbat tam dolusa, deməli burada 20 dənə səbat var. Bir dənə səbatda 72 dənəsə, 20 dənə səbatda da 1440 dənə olacaq. Sonra 11-ci sual, bu da maraqlı sual idi. Nədir? Şeir var burada. Biografiya var. Sonra nə bilin? Elmi fanastikadır, nədir? Fantastika, hə. Nağıl var, sonra roman var. Bunların sayırsınız damaları. 4 dənə budur, 2 dənə budur, 8 dənə 1-dir, 5 dənə 1-dir, 6 dənə 1-dir. Ümumi sayı nə qədər eləyir? 25. İndi bizə deyir ki, nə qədər kitab oxusun ki, bunun 7-də 3 hissəsini təşkil etsin. Əvvəlcə görək hansı kitabların nağıl kitabları. Nağıl kitablarının sayını görürsünüz də 5 dənə verib. Nağıl kitablarının sayı burada sarı ilə 5 dənə verib. Sarı ilə 5 dənə olduğuna görə bilmirəm. Ona görə x yazıram. Axı sarı belə deyək də, nağıl kitabları artırsa, ümumi kitabların da sayı nə olmalıdır? Artmalıdır. Ona görə x yazıram. Bərabər edirəm 7-də 3-ə. Çarpaz vurursunuz. Buradan da x-i tapırsınız 10 dənə. Sonra keçirik 13-cü suala. 13-cü sualda yazmışam. Nədir? Üst dostunun ümumi çəkisi 201 kiloqramdır. Ayşə Berkdən 7 kg ağırdır. Cem isə Ayşədən 5 kg yüngüldür. Berk yazmışam x, Ayşə yazmışam x üstə gəlsin 7, Cem də x üstə gəlsin 2. Bunların cəmi nəyi verəcək? 201 kiloqramı verəcək. Bunları toplayırsınız, x-i tapırsınız. X də burada elə kimi idi? Berkindir. Sonra 13-cü sual. Burada baxın nə deyir?
hər hansı bir iştirakçı əvvəlcə belə dedi. Birinci yerdə Ali olub, ikinci yerdə Bora olub, üçüncü yerdə Cem olub, dördüncü yerdə Dəniz olub, beşinci yerdə deyək ki Efe olub. İndi nə deyir? Birinci yerə kim gəlib? Dəniz birinci yerə. Dəniz birinci yerə. Neçənci yerdə idi Dəniz? Dördüncü yerdə idisə gəlib birinci yerə. Deməli buradan 3 xal Dəniz qazanıb. Sonra Əli ikinci yerə düşüb. Əli xal qazanmayıb. Efe əvvəl 5-ci yerdə idi, gəlib hara? 3-cü yerə. Neçə xal qazanıb? 2 nəfər ötdüyünə görə 2 xal. Sonra Bora isə 4-cü kim olub? Burada Cem də burada nə üçün X qazanıb? Çünki Cem əvvəlcə belə deyək də, axı Cem əvvəl Boradan qabaqda idi, əvvəldə idilər, düzdür? Bora ondan qabaqda idi. Cem 3-cü yerdə olanda Bora 2-ci yerdə olduğu üçün. Burada fikir verin, Cem ilə Bora yerini dəyişdiyinə görə neçə xal qazanır? 1 xalda buradan 15-də 6 dənə xal qazanır. 14-cü sualda nə deyir? Deyir ki 27 sm kvadrat olanda saxla. Baxın birinci yazmışam ki, əvvəlcə nə eləmişik? 24 deyil, elə bil ki 18 eynin qatlamışam. Belə deyək də. 2 hissə, bax buranı, bu hissəni buraya qatlamışam. Belə bir fiqur yaranıb. Sonra bunları da nə eləmişəm? Qatlayanda nə olacaq? Baxın bu fiqur yaranacaq. Bu fiqur yox, ikinci yaranacaq buradan. Deməli 12, 9, 9 olacaq. İndi ikinci də belə deyək də 18-i qatlayıram 2 yerə. Nə qədər olur? 9, 9 olur. Sonra üçüncü bunu qatlayıram. Nəyi qatlayıram? Belə elə bil ki bunu bu tərəfə qatlayırıq. Burada olur. Üçüncü bu olur. Dördüncü də qatlayanda nə olacaq? Bu olacaq. Həqiqətən 6 ilə 4,5-ə vuranda bu deyilir 27 olur. Sonra 15-ci sualda çətin sual deyildi. Burada əsas məsələ nədir? Burada fikir verin. Cavab 120, 96, onun da bir hissəsinin elə bir ədəd olmalıdır ki, bunların tam versin. Yəni 4də birinə, 5də birinə, 10da birinə və 8də birinə bölən olmalıdır. Həqiqətən 500-dən də azdır. Yəni burada neçə düşüb? 480 olub. Burada cavab variantlarda da 48 var. Onu götürürsünüz. 16-cı sualda heç bir çətin sual deyil. Əsas məsələ nədir burada? 4 gün axı istirahətə getməlidir. 4 kilometrdə yol getməlidir. Belə deyək də, cibinə uyğun olaraq büdcəsinə daha dəqiq desək, büdcəsinə uyğun pulu var. Bu da ən az xərcləməlidir. Ən az da, məsələn, burada gündəlik 100 manat xərci çıxırsa 4 gündə 400 manat pulu çıxacaq. Sonra 1 kilometr 15 gedirsə, 400-ü vurasından 15-ə, bu da 6000 nə qədər buradan gedir? 6400 edir. Bunları da ən az da burada hansı oldu? Baxın 6200 oldu. Bu da D variantı uyğun gəlir. Sonra 17-ci sualda bunu mən belə yazmışam. Baxın, ən böyük burada kimdir? Ən böyük burada anadır. Sonra ən böyük uşaq Ecedir. Tutaq ki, belə deyək də, Ece anasından nə qədər kiçikdir? 24 yaş kiçikdir, düzdür? İndi fikir verin. Ece'yə 6 yazmışam, indi nə üçün yazmışam? Ən kiçik burada nədir? Dəniz. Dənizin 1 yaşı olanda, Mərd daxı bundan 2 il əvvəlan 2 il sonra, bax Dəniz Mərddən 2 il sonra da olub. Yəni bu Mərd bundan 2 il böyükdür. Ona görə Dənizin 1 yaşı olanda Mərdin 3 yaşı olacaq. Mərd də kimdən kiçikdir? Ece'dən. Düzdür? 3 il. Bu da 3 il kiçikdirsə 3 + 3 6. İndi fikir verin. Axı anası bundan nə qədər kiçik idi? 24 yaş böyük idi də anası. Bu 6 il, Ece 6 il artıbsa anası da 6 il artmalıdır. 30 olmalıdır. Bunların yaşlarını bərabər edirəm. Hər biri deyək ki, tutaq ki X yaşlansa, anasının yaşına cəminə bərabər, bu uşaqların yaşı anasının yaşlarının cəminə bərabər olması üçün hər birinin yaşının üzərində X gəldirəm. 15-də burada eləyir 13-də gəlsin 3x. Buradan da bərabərdir 30-da gəlsin x. X-i buradan tapıram. Deməli 10 ildən sonra bunlar əslində 10 il deyil ha burada. Burada 14 olmalı idi. 14 ildən sonra deyək ki, bunların yaşları cəmi belə olacaq. İndi bunların 10 ildən sonra X-i tapdığıma görə
anasının neçə yaşı var? 30-un üzərinə 10 gəlmişəm, həqiqətən də 44. Əslində bu belə deyək də cavab 40 olacaq. Yaşlar cəmi bərabər. 10 ildən sonra yaşlar cəmi bərabər olacaq. 6 ildir belə deyək də 6 ili nəzərə alaraq. Sonra 18-ci sual. Bu da maraqlı sual idi. Burada nə üçündür? Baxın, fikir verin. Hər dəfə hər bir hərf artır. Məsələn, burada fikir versəz, görərsiniz ki, burada birinci T'dir, sonra M'dir, Y-dir. Sonra gəlir 2 dənə T, 2 dənə M, 2 dənə Y. Sonra gəlir 3 dənə T, 3 dənə M gələcək. Sonra 3 dənə də T gələcək bu qayda ilə. İndi bunları hər biri fikir verin. 3 artır da. İndi yazmışam bura. Birinci 3, ikinci 6, üçüncü 9, dördüncü 12, beşinci 15, altıncı 18. Bunların cəmi eləyir bizdən 84. İndi bizə 101'ə lazımdır. İndi 6'dan sonra 7 gəlmir. Burada mən belə deyək də 6-cı 18. Ben niyə belə yazdım şimdi? Ha, 21 olması üçün bura desem burada səhvli olub. 1, 2, 3, 4, 5, 6, sonra gələcək 7 üstündə 21 olmalıdır. Deməli 7 düşəcək. Bura 7 buna düşəcək. 7 buna düşəcək. 14, 84 14 gələndə yenə də bura hansına çıxacaq? Y-yə düşəcək. Burada baxın. 1 üçün 3 eləyir. 2 üçün 6 eləyir. 3 üçün 9 eləyir. 4 üçün 12 eləyir. 5 üçün 15 eləyir. 6 üçün 18 eləyəcək. Növbəti 7 olmalıdır, 21 olmalıdır. Deməli, hər biri nə olacaq? 7 gəlməlidir. 84 üstə 14 gələndə, buradan yazıram üstünə 84 üstə gəlsin 14, 8, 98. İndi növbəti 101 olması üçün 3 dənə gəlməlidir. 3 dənə də deməli 101-ci belə deyək də 98-ci M olacaq. 99-cu J ilə başlayacaq. 100-cü J ilə, 101-də J ilə. Bizdən də ikincini soruşduğu üçün nə olacaq? Y olacaq. Burada ola bilsin ki, nəyəsə 7 yazmaq istəmişəm. Səhv düşüb. Bu qayda ilə gedirsiniz. Sonra 19-cu sualda nədir? Pin kod verilir 4 rəqəmli. Yazmışam burada. Baxın 1, 2, 3, 4. ABC nədir? Rəqəmlər cəmi 22-dir. Soldan sağa oxuduqda ikinci və dördüncü rəqəm eynidir. İkinci və dördüncü. Bura bilirəm ki, baxın, nə üçün 4x yazmışam? Çünki ikinci rəqəm dördüncü rəqəmin 4 qatıdır. İkinci rəqəm dördüncü rəqəmin 4 qatıdır. Belə deyək də biri 2 qatıdır daha doğrusu. İkinci rəqəm tutaq ki 4x götürsəm, onun 2 qatı olduğuna görə 4x-i böldürəm 2-yə. Dördüncü olacaq 2x. Sonra birinci rəqəm, üçüncü rəqəm 4də 1-idir. Bu 4x-i ona görə götürdüm ki, yəni bu ödənsin də 4x tam vergüllə olmasın deyə kəsrinə düşməsin. Ona görə deməli ən birinci ədəd x olacaq. Bunların cəmi verəcək bizdən nəyi? 22-ni. Bunlar 11x bərabərdir 22-yə, x də bərabərdir 22-ni 11-ə bölürsünüz, düşür 2. X-i tapandan sonra gətirib rəqəmləri yerinə qoyursunuz. A100 nə olacaq ki, B 4-ü vurasınız 2-yə 8 olacaq. D-yi 4-ü vurasınız 2-yə 8 olacaq. D-yi də G-ni də vurasınız 2-yə 4 olacaq. Bunun da rəqəmlər hasılını soruşduğuna 2, 8-in 16 və yaxud da 2, 4-ün 8, 3 dənə 8-in 8-in kubu deyilir, 5, 12 belə də tapa bilərsiniz. Sonra 20-ci sualda burada yanlışlıq var. Bizim Azərbaycan dili lazımdır. Bax, buranı oxuyasınız. Məncə burada yanlışlıq var. Çünki burada bu düzülüşlər belə deyək də 4'lük, məsələn 5 ardıcılıq deyil. Bu 4 dəfə təkrarlanma olacaq.
Deməli, ya bu düzülüş ola bilər ki, məsələn, D dolu dolu, boş, boş boş. 3 dənə həmişə deyir ki, 3 dənə ardıcıl boş olmalıdır. Ya ola bilər ki, bir dənə dolu, 3 dənə boş, 3 dənə boş dolu olsun. Ya da ola bilər ki, boş, 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 dolu, dolu. Yəni bu heç biri ödəmir burada. Ya burada nə bilim mümkün deyil yəni bu düzülüş. Sonra 21-ci sualda mətnin təhlillə bağlıdır. Nə deyir burada? Aslı proqramçısından daha yaxşı gəncdir. Belə çıxır ki, Aslı proqramçı deyil. Ona görə Aslının yanına proqramçısından X çəkmişəm. Sonra Zeynəb memardan daha yaşlıdır. Deməli Zeynəb memar deyil. Düzdür? Xətt çəkmişəm. Sonra ən yaxşı müəllimdir. Ən yaxşı şəxs müəllimdir. Deməli burada ən yaxşı Zeynəb müəllimdir. Həqiqətən ən böyük yaşlı müəllimdir. Sonra indi fikir verin. Məsələn birini tapandan sonra deməli baxın Zeynəb tapdıq müəllim, düzdür? Müəllim. Ən yaşlı idi. Həqiqətən də Zeynəb memardan daha yaşlıdır. Deməli Zeynəb ən yaşlıdır. Bu cümlə əsasən Zeynəb daha yaşlıdır. Axı Zeynəb memardan deyil, memar deyil də axı Zeynəb müəllim də. İndi proqramçı kim deyildi? Aslı. Aslı proqramçı deyilsə, müəllim deyilsə, aslı nə olacaq? Memar olacaq da. Buradan pürüz deyirsiniz. Bu qayda ilə tapırsınız. Bizdən də soruşmuşdu ki, müəllim və məlumata görə müəllim və memar kimdir? Ardıcılı gözləməlisiniz, amma bunlar yazmayıb. Müəllim və memar kimdir? Müəllim oldu burada Zeynəb, memar da kim oldu? Aslı. Bu da oldu A variantı. Sonra 22-ci sual. Bu da çətin sual deyil. Berkin saatı 7 dəqiqə geri qaldığı üçün 20:11-də başlayacaqsa Berkin saatı ilə 20:18 olacaq. Ecenin də saatı 6 dəqiqə öndədir, yəni irəlidədir. 22-dən də çıxırsa 22:30-dan çıxırsa 6 dəqiqə, bu da eləyir 22:26. İndi 22:26-dan 20:18 çıxanda bu da eləyir 2 saat 8 dəqiqə, 2 saat 60-a vuranda 2 altına 120, 8 128 eləyir. Sonra yuxarıda nə deyir? Üsbüzaq verilib. Burada nə bilməlisiniz? 7 dənə bərabər tərəfli üsbüzaqdan ibarət fiqur verilmişdir. 7 dənə bərabər tərəfli üsbüzaq var. 3 dənə baxın bir dənə sarıdır. 3 dənə bənövşə deyək, nə deyək rəngə? 3 dənə də mavidir. Bunların cəmi 7 dənə üsbüzaq eləyir. Bizə nə deyir ki, kiçik üsbüzaqla, yəni kiçik üsbüzaq budur da, bax bura yazmışam, x budur. Bir də bu üsbüzağın cəmi, bu üsbüzağın cəmini verir. Yəni yazmışam, baxın bura x üstə gəlsin, y. 12 nəyi verəcək? 12-ni verəcək. İndi hər bir üsbüzağının perimetrini soruşduysa, hər bir üsbüzağın tərəflərinə baxın yazmışam buradan. Da buradan diqqətli olun, bu üsbüzaq bura qədərdir ha. Bunun cəmi deyəsiniz ki, buradan buraya qədərdir. Yox, yanlışdır. Buradan buraya qədərdir. Onun üçün bunları toplayırsınız. Ümumilikdə nə qədər olur? Bax, x-lərə baxsınız. Perimetr nə olacaq? Buradan başlayacaq. Buradan gələcək bura. Gəlin çəkim. Buradan bura. Buradan gəldiniz bura. Buradan gəldiniz bura. Sonra gəldiniz bura. Buradan aşağı dönməlisiniz, keçməlisiniz bura. Buradan gəlməlisiniz bura. Buradan bura, burada dayanmalısınız. Bunları toplayanda deməli 6-nı mötədə xaricine çıxardasınız. Çünki x ilə də y-in cəmi böyük üsbuzağı verdiyinə görə, yəni bu üsbuzağın tərəfini verir. Bu üsbuzağın da tərəfi 12 olduğuna görə deməli 6 vurur 12 72 eləyəcək. Sonra 24-cü sual, mən bunu belə tapdım. Çox adam deyir, nə bilim, digər müəllimləri gördüm. 14 götürmüşdülər. Biri nə deyir burada? Biri saat əqrəbi istiqamətində gedir. Biri də saat əqrəbinin əksinə. Bax, hər ikisi 12-dən başlayır. 12-dən başlayanda 12-dən başlayırsa bunu niyə sayırıq ki? 1-dən başlamalıyıq da. 1, 2, 3, 4, 5. Bura gəlib. Birinci gəlib 5-ə düşür. Bu qayda ilə yazmışam. Ailinin 5-ə, sonra 10-a, sonra 3-ə, 8-ə. Sonra 1-ə düşəcək. Sonra da hara düşəcək?
6-ya düşəcək. İndi bura isə əksinə gedir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İlk dəfə üstə gəlib düşür. Onun üçün hər ikisi minimum hansı gedişdə olacaq? 6-cı gedişdə olacaq. Məncə belədir. Sonra axırıncı sual möhtəşəm sual idi. İndi nə eləmişik? Əvvəlcə nə eləmək lazımdır? Bizdən sarının sahəsini soruşdu. Burada bir dənə düzbucaqlı bıçaq yaratmışam. Düzbucaqlı bıçaq. Katetləri buradan 2 isə düzbucaqlı bu nə olur? Bərabər yanlı düzbucaqlı bıçaq. Bərabər yanlı düzbucaqlı bıçağın da sahəsi yuxarıda yazmışam. A kvadrat bölünsün 2-dir. Yəni kateti bölürsünüz 2-yə. Yəni kateti 2-yə böləndə 2 vuruz 2-nin kvadratı 4, 4-ü də 2-yə böləndə bura olur 2. Buranın sahəsi 2 olur. Sonra bu da düzbucaqlı bıçaqdır. Katetlərindən biri 3-dür, biri də 2-dirsə, 3-ü vurasınız 2-yə. Düzbucaqlı bıçağın sahəsi nəyə bərabərdir? Katetləri vurursunuz, bölürsünüz 2-yə. 3-ü vurursunuz 2-yə, 6-ını 2-yə bölürsünüz, 3-2. Bura olur 3. Sonra burada bir dənə düzbucaqlı bıçaq var. Bu düzbucaqlı bıçağın sahəsini tapmaq istəyirsə, deməli katet 4, hipotenuza 1 isə 4-ü vurasınız 1-ə, böləsiniz 2-yə 2 eləyəcək. Sonra əsas məsələ burada nədir? Burada uçbucaq var idi burada. Baxın bu uçbucaq. Bu uçbucağın digər tərəfdən uçbucağın sahəsi nəyə bərabərdir? Yəni tərəf vurulsun hündürlüyü, hansı tərəfə hündürlük çəkilirsə onu bölməlisiniz 2-yə. İndi burada tərəfin biri, baxın hündürlüyün vurmalısınız. Mən bu tərəfə tutaq ki bir dənə hündürlük seçsəm, bax bu tərəfə hündürlük. Və buradan bir dənə hündürlük seçsəm. Bunu necə taparam? Görürəm ki, bax buradan qırıq-qırıqa seçmişəm. 5 dənə dama var. 5-i vururam 1-ə, bölürəm 2, bu deyil 2,5. Bununla da bu eynidir, bərabər olduğuna görə 2,5. Və yaxud da bunu birləşdirib tapa da bilərdiniz. Bir də bu düzbucaqlı bıçaqda katet 4, hipotenuzu 4-ü vurasınız 3-ə böləsiniz 2-yə 6 eləyəcək. İndi yazmışam bura 2 üstə gəlsin 4. Bura 4 nə üçün yazmışam? Baxın 1, 2, 3, 4. Bunu yazmışam 4 buradadır. 2 dənə də burada boş qaldığına görə bu da olub. Düzgün variant hansı olacaq? 12 olacaq. Uçbucağın sahəsini baxın yuxarıda yazmışam. S bərabər A vurulsun B bölünsün 2-yə. Bu deyil düzbucaqlı bıçağın sahəsi. Müəyyən tərəfli uçbucağın sahəsi tərəf vurulsun hündürlük bölünsün 2 və yaxud da bunu belə deyək. Yarım perimetrini tapıb kök altında bütün tərəflərdən çıxmaq olardı. Elə ən yaxşısı bu üsulla. Və yaxud da bunu düzbucaqlı trapesiya kimi də tapmaq olardı.